Salam hörmətli yoldaşlar. Bu videoda biz koordinatlı planı layout hazırlayarkən necə düzgün formaya gətirmək olar onu öyrənəcəyik. Yəni baxın bu nümunədə görürsüz layoutda da həmin x, y oxlarına paralel şəkildə, paralel və ya perpendikulyar şəkildə plan yerləşdirilibdir. Ancaq model formasına keçəndə görürük ki, burada heç bir fırlatma əməliyyatı olunmuyub, yəni plan hələ də koordinatlıdır. İndi bunu necə eləyirik? Biz digər nümunədə baxaq. Bunu iki üsulla eləyə bilərik. Birinci üsul nədir? Deməli, viewport'a giririk. Burada Express, Layout Tools və Alleging Space seçirik. Sonra biz planın iki dənə nöqtəsini seç. Gəldik, seçdik. İndi isə soruşur ki, yəni nəyə əsasən vərəqin iki dənə nöqtəsi, nəyə əsasən düzləşdirmək istəyirsən, onu seç. Biz də burada həmin o vərəqin iki dənə nöqtəsini seçirik və Enter vururuq. Gördüyünüz kimi bu şəkildə həmin o düzgün formaya gəldi. İndi biz modelə keçsək, görərik ki, yenə də plan koordinatlı şəkildədir. Yenidən layout'a gəlirik. Əvvəlki halına qaytarırıq. Bu dəfə isə digər üsulla necə eləyirik ona baxaq. Bunun üçün klaviaturadan UCS əmrini seçirik və burada Object seçirik. Burada isə həmin xətti, yəni bax fikir verin, bu X oxunu müəyyənləşdirən xətti seçirik. İndi mən burada həmin bunu seçəcəm. X oxunu artıq mənim seçdiyim xətt üzrə təyin elədi. İkinci bir əmr isə plan yazırıq klaviaturadan. Enter. Bir dənə o seçilmiş həmin yerdə, bir dənə də Enter. Və yenə də gördük ki, deməli, planımız bizim istədiyimiz formaya gəldi. Bu şəkildə də zoom eləyib bunu həmin bu şəkilə salmaq olar. Yəni model formasına keçəndə yenə baxırıq ki, bizim bu planımız koordinatlıdır, ancaq layoutda da bu şəkildə düzgün formada görsənir. Diqqətiniz üçün minnətdarım.